Piracetam kapsul nədir və hansı hallarda istifadə olunur? Tərkibinə gəldikdə bir kapsulda 400 mq piracetam vardır. Farmakoterapevtik qrupuna gəldikdə psixostimulyatorlar və nootrop vasitələri aiddir. Piracetam kapsul hipoksiya, yəni oksigen acılığı zamanı, intoksikasiya, yəni zəhərlənmə zamanı və ya travma nəticəsində baş beyin funksiyalarının pozulması zamanı protektor və bərpaedici təsir göstərir. Həmçinin mikrosirkulyasiyanı yaxşılaşdırır, beyin qan dövranını da yaxşılaşdırır. İstifadəsinə dair göstərişlərə gəldikdə piracetam yaddaş pozulmaları, demensiya diaqnozu olmadıqda intellektual pozulmaların simptomatik müalicəsi üçün istifadə olunur. Əks göstərişlərinə gəldikdə piracetama qarşı yüksək həssaslıq, yəni allergik reaksiyalar olduqda, bundan başqa piracetam qəbul olunan zaman ani psixomotor oyanıqlıqlarda, Huntington xoreyası zamanı, beyin qan dövranının kəskin pozulması, məsələn, hemorragik insult zamanı, xroniki böyrək çatışmazlığın terminal mərhələsi, hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Yaşlı xəstələrdə uzun müddətli piracetam qəbulu zamanı böyrəklərin funksiyasının müntəzəm olaraq yoxlanması tövsiyə edilir. Digər dərman vasitələri ilə qarşılıqlı təsirinə gəldikdə, qalxanvari vəznin hormonları ilə eyni vaxtda piracetam istifadə olunduğu zaman huşun qarışması, qıcıqlanma və yuxu pozulması kimi əlamətlər meydana gələ bilər. Hamiləlik dövründə dərmanın istifadəsi əks göstərişdir. Laktasiya dövründə piracetam qəbul olunduğu zaman plasentar bariyerdən keçir və ana südünə nüfuz edir və buna görə də yeni doğulmuşların qanındakı piracetamın konsentrasiyası ananın qanındakı piracetamın konsentrasiyasının 90%-nə gəlib çatır. Buna görə də laktasiya dövründə piracetamın istifadəsi əks göstərişdir. Laktasiya dövründə piracetamın istifadəsi vacib olarsa, körpəni ana südü ilə qidalandırmaq olmaz. Həmçinin 18 yaşa qədər piracetam istifadəsi tövsiyə edilmir. Piracetam qəbul olunduğu dövrdə nəqliyyat vasitələrini və ya digər potensial təhlükəli mexanizmləri idarə edərkən diqqətli və ehtiyatlı olmaq lazımdır. Piracetam tableti qəbul edərkən axşam saat 5-dən gec olmayaraq qəbul etmək lazımdır. Bu da yuxunun pozulmasının qarşısını almaq üçündür. Əlavə təsirlərinə gəldikdə psixi oyanıqlıq, hərəkət tormozlanma, qıcıqlanma, təmkinsizlik, diqqətin cəmlənməsi qabiliyyətinin azalması, həyəcan, yuxusuzluq və ya yuxululuq, depressiya, baş gicəllənmə, baş ağrısı, epilepsiyanın gedişinin kəskinləşməsi, həyəcan, hallusinasiyalar, huşun qarışması kimi əlamətlər meydana çıxa bilər. Bundan başqa qan və limfa sistemində qan laxtalanmasının pozulması, həzm sistemində qastralgiya, ürək bulanma, qusma, diareya, allergik reaksiyalar, səpki, dəri qaşınması, cinsi aktivliyin artması, bədən kütləsinin artması, qızdırma və yaxud da halsızlıq kimi əlamətlər meydana çıxa bilər. Unutmaq lazımdır ki, bu əlamətlər dərmanın qəbulu ilə əlaqədardır. Dərman qəbulu dayandırıldıqdan sonra bu əlamətlər tədricən azalmağa doğru gedir. Həm YouTube, həm TikTok, həm də Instagram kanalıma abunə olub, videolarımı bəyənib paylaşmaqla mənə öz dəstəyinizi göstərə bilərsiniz. Video maarifləndirmək məqsədi ilə hazırlanmışdır. Reklam xarakteri daşımır. Videonu hazırladı Haşim Orucov.